Bu il çimərlik mövsümü başlayandan bəri, yəni iyun ayının 15-dən avqust ayının 3-nə kimi suda boğulma halları ilə bağlı dəhşətli statistika açıqlanıb. Fövqəladə Hallar Nazirliyi rəqəmləri qeyd edib, məlum olub ki, bu il qeyri-çimərlik ərazilərində 40 nəfərin meyidi tapılıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd olunur ki, Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin nəzarət etdiyi çimərliklərdə cari ildə çimərlik mövsümü başlayandan bugünə kimi ölüm faktı qeydə alınmayıb. Bildirilib ki, xidmətin dalğıc xilasediciləri tərəfindən qeyd olunan dövr ərzində suda boğulma təhlükəsi ilə üzləşən 55 nəfər xilas edilib. Eyni zamanda qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin dalğıc xilasediciləri tərəfindən nəzarətsiz qeyri-çimərlik ərazilərdə suda batan 40 nəfərin meyidi suda tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək çimərlik kimi nəzərdə tutulmayan nəzarətsiz su hövzələrindən istifadə etməməyə çağırır. Rəsmi məlumatdan da qeyd olunduğu kimi bütün deməli 40 nəfərin tapılan meyidi qeyri-çimərlik ərazilərdə olub. Çimərlik, yəni rəsmi qaydada təsdiq olunan çimərlik ərazilərində rəsmi məlumata görə bir nəfərin də olsun boğulma halı qeydə alınmayıb. Boğulma təhlükəsi ilə üzləşən şəxslər 55 nəfər xilas edilib, amma bütün suda batanların hamısı qeyri-çimərlik ərazilərdə təhlükəli zonalarda baş verib. Odur ki, yaxınlarınıza diqqətli olun, qeyri-çimərlik ərazilərinə üst tutmayın, övladlarınızı qoruyun və yalnız çimərlik rəsmi qeydiyyatda olan, rəsmi icazə verilən çimərlik ərazilərindən istifadə edin.